Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Növbəti xəbər buraxılışı ilə qarşınızdayıq. Unibankla bağlı şikayətlər bitmək, tükənmək bilmir. İstifadəçilər sosial şəbəkə hesablarında bununla bağlı yazıblar. Manşet azın əldə elədiyi məlumata görə həmin o şikayətlərdən biri də Azərbaycanın məşhur yazıcısı, əməkdar jurnalist və Məmməd Arazın, böyük şairimiz Məmməd Arazın qızı əməkdar jurnalist İradə Tuncaydır. O eyni zamanda Ədalət qəzetinin baş redaktorudur. İradə Tuncay öz sosial şəbəkə hesabında bildirib ki, Unibankdan götürdüyü krediti bağlasa da sonradan müəmmalı şəkildə ona borc yazılıb. O borcun hansı səbəbdən yarandığını banka suallar ünvanlasa da, amma təəssüflər olsun ki, bank buna məntiqli bir cavab verə bilməyib. Ümumiyyətlə bizim sosial şəbəkə hesablarımıza da, mənim banklarla bağlı verdiyim xəbərlərə də Unibankla bağlı çox ciddi iradlar bildirilir. Bank faizlərinin yüksək olması, yaşlı insanların incidilməsi və eyni zamanda kreditorların bax belə başına oyunların açılması ilə bağlı xəbərlər var. Təəssüflər olsun ki, bank bununla bağlı hər hansısa bir rəsmi mövqe bu günə qədər bildirməyib. Əziz dostlar, sizin hansı şikayətləriniz var Unibankla bağlı? Bu barədə yaza bilərsiniz, fikirlərinizi bildirə bilərsiniz. Gözünüz Manşet Az saytında olsun əziz dostlar. Bir-birindən önəmli xəbərləri biz sizə Manşet Azda təqdim edəcəyik. Eyni zamanda bizim Telegram səhifəmizə abunə ola bilərsiniz. İstənilən bir xəbərə girib daxil olub oxuduqda onun altında Telegram səhifəmizə abunə ola bilərsiniz. Gözünüz Manşet Azda olsun.